ilk vurduğum düşmən əsgəri idi. Bizim bir dənə post var idi Ağdamda. O post elə bir yerdə idi. Düşmən dərinliyində idi. Dairəvi erməni tərəfdən aypara şəklində. Post həmişə təhlükəli post idi. Müşahidədə saxlayırdı ermənilər. Orada bizim əsgərimizi vurmuşdular. Elə biz başqa hərbi hissənin ərazisində idik. Bizə xəbər gələndən sonra biz gəldik ora. Ora gəldik. Badimdən bir yerdə başladıq yer axtarmağa, mövqe seçməyə. Gəldim belə baxanda bir dənə yerə gəldik. Effektiv bir yer deyil idi. Ötəri baxıb keçmək istəyirdim. Sadəcə baxanda gördüm ki, o şunur gedir telefon xətti, rabitə xətti, naqil rabitənin xətti, P274 kabeli. Onda hər 10-15 metrdən bir dənə znak vururlar, M yazılır, yəni mina, Rusun hərfi ilə. Onları belə baxa-baxa ardıcıl gedəndə gördüm biri nəsə mənim gözümə bitər dəydi. Onun aşağısı teldən olurdu, amma o gördüm ki, turba kimidir. Diqqətimi çəkdi. Dedim, gözlə bir dənə, durbini götürdüm, baxdım. Mən baxan vaxtı gördüm, o turba kimi düşdü aşağı. Başa düşdüm ki, burada müşahidə var, TR8 durbini var. Ondan düşmən müşahidə edir. Tez Vadimə dedim ki, gəl buradan biraz müşahidə eləyək, görək bu nə idi, müvəqqəti elə belə baxdı, getdi, yoxsa nədir? Yəni, snayperi olacağı yeri hiss eləyir. Baxdı, o da dedi ki, hə, burada nəsə var. Ondan biraz 5-10 metr o tərəfə diqqətlə baxanda gördüm ki, yeni tökülmüş torpaqdır. Torpaq, bilirsiniz necə tökülüb, elə bil insan dəfn eləyəndən sonra torpağı tökürlər, belə üstü dik qalır. Bu mənə diqqətimi çəkdi. Başladıq, silahı zadı yerləşdirdik, məsafəni çıxartdıq, küləyə görə düzəlişləri verdik silaha, hazır vəziyyətdə silahı doldurduq, sabit vəziyyətdə qoyduq və bir-bir başladıq müşahidə eləməyə. Müşahidəyə başladıq. Bu yanımdakı badim deyir ki, çıxanda verərsən mən ataram da. Mən deyirəm ki, kimin vaxtında çıxsa, demək ki, onun qismətidir. Sən gözlə. Ya sən vuracaqsan, ya mən. Qismətimizdə nədirsə, o da olacaqdır. Mən nətər sənə deyim ki,